Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accel veliyyikel fərəc. Məkasib kitabından 340-cı dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz rüşvətdən gedir və mövzu olaraq, misal olaraq mərhum şeyx qazini, hakimi misal vurdu ki, qazi və hakim eləyə bilər hökmün müqabilində pul götürsün, yoxsa eləyə bilməz. Təbii ki, buyurdu bu rüşvətdir və rüşvətdə dəlillərlə həm Qur'an-ı Kərimin, həm hədislər, rivayətlər dəlalət eləyir, rüşvət haramdır. İndi məsələ buradadır ki, bu qazi, bu hakim beytulmaldan eləyə bilər, özünə maaş götürsün, özünə istifadə eləsin, ya yox. Təbii ki, bunlar o zaman Əhl-i Beyt əleyhimussalamın zamanında beytulmal yığılırdı, yəni xumus, zəkat yığılırdı və o beytulmaldan imamlar ayırırdılar müxtəlif yerlərə. İndi hakim hökm eləyir, qazi qəzavət eləyir, beytulmaldan öz dolanışığını götürə bilər, yəni beytulmaldan ona vermək olar, ya olmaz. Mərhum şeyx buyurur, bəli, eləyə bilər qazi, hakim beytulmaldan bir qədər istifadə eləsin, onunla öz ailəsini, özünü dolandırsın. Əgər ehtiyacı olsa. Sonra buyurur ki, bəlkə mütləq şəkildə istifadə eləyə bilər. Yəni, istəyir ehtiyaclı qazi olsun və yaxud ehtiyacsız olsun. Mümkündür, hakimin, qazinin özün varı, dövləti var. Bu surətdə də buyurur, əgər imam məsləhət görsə, təbii ki, yenə də bu imamların zamanından danışır. Əgər imam məsləhət görsə ona, eləyə bilər beytulmaldan götürsün. Baxmayaraq, heç onun beytulmala ehtiyacı yoxdur. Və əmməl ertezaq min beytülmal, mərhum şeyx buyurur, hakimin beytulmaldan ruzulənməyi, o ərzaqı götürməyi, dolanmağı, fəla işqalə fi cəvazihi. Buyurur, bunun cəvazında, bunun icazəli olmağında heç bir işqal yoxdur. Lil qazi mə hacətihi. Yəni, qazinin burada bu maldan götürməkliyində heç bir nöqsan yoxdur. Mə hacətihi, əgər qazinin ehtiyacı olsa. Bəl mütləqa, bəlkə mütləq şəkildə icazəlidir. Yəni, istəyir orada ehtiyacı olsun və yaxud olmasın. İzə rə'əl-imam əl-məsləhə fihi. Əgər imam məsləhət görsə, onda, yəni qaziyə o beytulmaldan verməkliyin məsləhət görsə, heç bir eybi yoxdur. Baxmayaraq, qazinin o beytulmala ehtiyacı olmasa da. Buna dəlil nədir? Buyurur, buna dəlil lima səyəci'u minəl əxbaril varidə min fi məsarifil ərazil xiraciyyə. Buyurur, qabaqda oxuyacaq, ona görə deyirik ki, oxuyacaq, qabaqda gələcək bir para rivayətlər gələcək, yəni bir qədər rivayətlər gələcək. O rivayətlərdə deyilər ki, ərazi xiraciyyə. Ərazi xiraciyyə, yəni vergi, torpaq vergiləri, ondan sonra o zaman Əhl-i Beyt zamanında, Peyğəmbər zamanında
gedirdilər insanlardan vergi yığırdılar. O vergi ki yığılırdı, gəlirdi, büdcəyə toplanırdı. O vergini, yəni o puldan hara sərf eləmək olar, nəyə sərf eləmək olar, o barədə biz rivayətlər oxuyarıq. Rivayətlər oxuyarıq, o rivayətlər yetirir ki, ərazi xiraciyyədə, yəni o vergi toplananda, o vergini ümumi insanların islahına, insanların, cəmiyyətin xeyrinə xərcləmək olar. Vaxtdır ki, o rivayətlər deyir ki, o ərazi xiraciyyəni cəmaatın, ümumi ictimaiyyətin xeyrinə xərcləmək olar. Deməli, qazi, qəzavət, hakim ki, hökm eləyir, bu da ictimai bir şeydir. Bu da insanların ləhinə, insanların xeyrinə xidmət eləyən bir məsələdir. Vaxtdır ki, xidmət eləyən bir məsələdir, deməli, burada xərcləmək olar. Deməli, burada da o malı xərcləmək olar. Çünki bu da qazi hökm eləyir kimə? İnsanların arasında ixtilafı aradan götürür, insanları islahata dəvət eləyir, fəsadı insanların arasından götürür və bu özü bir ictimai xidmətdir. İctimai xidmət olduğu təqdirdə ərazi xiraciyyədə, yəni o vergilər ki toplanır, onları bu yerlərə xərcləmək olar. Bir bunlar dəlil olaraq mərhum şeyx gətirir və sonra da buyurur və yədullu aleyhi ma kətəbəhu əmirul müminin əleyhissalam ilə malikil əştər. Və eyni zamanda buna dəlil olaraq Əli əleyhissalamın Malik-i Əştərə yazdığı məktubu dəlil gətirmək olar. Əmirul müminin Əli əleyhissalam Malik-i Əştəri Misrə vali təyin edəndə ona belə bir məktub yazdı. Məktubun bir hissəsi bu idi ki, vəfsəh ləhu, yəni lil qazi, yəni qazi üçün Beytulmaldan geniş şəkildə qərar ver. Yəni oradakı olan hakimlər üçün Beytulmaldan geniş şəkildə pul maaş qərar ver. Geniş şəkildə bu, yəni çoxlu miqdarda. Niyə? Ta ki o qazinin fəqirlik imkansızlığı aradan geçsin. Yəni o pullu olsun və pullu olduğu təqdirdə rahatca hökm edə bilsin. Və eyni zamanda insanlara ehtiyacı olmasın. İnsanlara ehtiyacı olmadığı təqdirdə o heç vaxt insanların malında, pulunda, əlində gözü olmayacaq. Gözü olmadıqda insanlar yanına gələndə düzgün şəkildə hökm eləyəcək. Yəni, haqqı batilə verməz, batili haqqa verməz. Bəlkə də Allahın hökmü nədirsə, onu da yerinə gətirər. Ona görə də Həzrət buyurdu, vəfsəh ləhu eylil qazi bil bəsl. Yəni, Beytulmaldan geniş şəkildə onlar üçün, qazi üçün ayır, ma yuzihu illətəhu, ta onun o fəqirlik illəti, o xəstəliyi, o imkansızlıq, kasıblıq ondan getsin və yəqillu məhu hacətəhu ilənnas, və o fəqirlik aradan gedəndən sonra bu qəni oldu, bunun qəni olmağı ilə artıq insanlara bunun ehtiyacı azalacaq. Azaldıqda bu Allahın hökmünü düzgün şəkildə yerinə gətirər. Amma o qazi, o hakimi ki, onun özü fəqir oldu, imkansız oldu, o insanlar ki, ixtilaf oldu aralarında və onlar hakimin yanında gələndə o hakim o ehtiyaclarını ödəmək üçün çalışacaq ki, onlardan bir pul alsın və nəticədə öz fəqirçiliyini, öz imkansızlığını düzəltsin. Və pul aldıqda da bəzən batil tərəf böyük bir məbləğ təklif eləyəcək, böyük bir məbləğ təklif eləyəndə və qazi də fəqir olanda, imkansız olanda həmən o məbləği gördü, şeytan onu aldadacaq, aldadandan sonra o məbləği ələ götürəcək
və nəticədə batilə hökm eləyəcək. Haqq aradan gedər. Bax, bunu da dəlil gətirmək olar ki, qazi beytulmaldan istifadə eləyə bilər. Və buyurur: "Və la fərqə beynə ən yəxuzər rizq minəs sultanil adil əv minəl cair." Özü də fərqi yoxdur. Bu qazi, bu hakim həmən beytulmalı adil sultandan da ala bilər, zalim sultandan da ala bilər. Hər iki təqdirdə ala bilər. Adil sultan o zaman Əhl-i Beyt əleyhimussalam ki var idi, onlar adil sultan hesablanırdı, amma zalim sultan da onların dövrlərində yaşayan xəlifələr hesablanırdı. Və mərhum şeyx buyurur ki, qazi hakim hər ikisindən beytulmalı ala bilər. Niyə? Lema ona görə səyəci o biz gələcək, yenə də rivayətlər, dəlillərimiz gələcək. Min hilliyyəti beytulmal li əhlihi. Gələcək rivayətlər deyəcək ki, beytulmal onun əhlinə halal olacaq. Vəluv xərəcə min yədil cair. Baxmayaraq, zalimin əli ilə olsa. Əgər bu şəxsin beytulmala haqqı varsa, zalimin əli ilə də olsa belə, o beytulmal ona halaldır. Çünki öz haqqı var onda. Haqqı olduğu üçün indi bu haqqını zalimin əli ilə əldə eləsin, ya adilin əli ilə əldə eləsin. Fərq eləməz. Hər iki təqdirdə bu icazəlidir. Ona görə də mərhum şeyx buyurur ki, fərqi yoxdur. Bu rizqi sultan-ı adildən də ala bilər və sultan-ı cairdən də ala bilər. Elhamdülillahi Rabbil alemin.